İmam Əli əleyhissalamın Nəhcül Bəlağa kitabında belə məktub yazdığı nəql olunur. Ey oğlum, düzdür ki, mən özümdən əvvəlki insanlarla bircə yaşamamışam. Amma onların əməllərinə nəzər etdim. Onların xəbərlərini düşündüm və onlardan qalmış əsərləri seyr etdim. Beləliklə, sanki onlardan biri kimi ömür yaşadım və onların işlərindən mənə çatanları mütaliə etməklə əvvəlindən axırıncısına qədər onlarla yaşamış kimi oldum. Biz keçmişdəki insanlar barədə dini və tarixi mətnləri birləşdirərək doğruya ən yaxın məlumatları əldə edə bilərik. Çünki bəzi məlumatlar var ki, onlar ancaq dini mətnlərdə mövcuddur. İlahi vəhy əsasında bizlərə bildirilib və həmin hadisələr baş verən zamanda yazı və tarixşünaslıq elmi mövcud olmayıb. Misal üçün, Allah ilk dəfə qələmlə yazmağı və paltar tikməyi İdris Peyğəmbərə, zireh düzəltməyi isə Davud Peyğəmbərə öyrədib. Həmçinin dini mətnlərə əsasən ilk insan olan Adəm Peyğəmbərin bir övladı əkinçiliklə, digər övladı isə heyvandarlıqla məşğul olurdu. Bu, dünya tarixində qəbul edilmiş yığıcılıq və ovçuluğun ilk mərhələ, əkinçilik və maldarlığın sonraki mərhələ olması fikri ilə zidd görünür. Amma nəzərə alsaq ki, Adəm Peyğəmbərdən öncə bizimlə heç bir rabitəsi qalmamış canlılar olub, həmin paradoks burada öz həllini tapır. Qədim insanların kollektiv həyatı və təşkilatlanması. İlkin insanlar sərt və təhlükəli şəraitdə yaşayırdılar. Sayca az, ətraf mühiti isə vəhşi heyvan sürüləri ilə əhatəli idi. Belə bir mühitdə tək yaşamaq mümkün olmadığı üçün insanlar birləşməli və bircə fəaliyyət göstərməli idilər. Bircə ov fəaliyyəti. Ov üçün nəzərdə tutulan heyvanı tutmaq üçün xüsusi tələlər qurulurdu. Onları ya uçurumlardan aşağı sürür, ya da əvvəlcədən qazılmış xəndəklərə salırdılar. Bu, yüksək səviyyəli təşkilatlanma tələb edirdi. İnsanlar arasından ən cəsarətlisi heyvanı qızışdırır və tələyə doğru çəkirdi. Qalanları isə səsküylə heyvanın əvvəlcədən müəyyən edilmiş yoldan çıxmasının qarşısını alırdı. Beləliklə, ov planı əvvəlcədən hazırlanırdı ki, bu da məqsədyönlü fəaliyyət idi. Deməli, insanlar ən qədim dövrlərdən etibarən müəyyən təşkilatlar yaratmağa ehtiyac hiss etmişlər. Başçılıq qurumu. Zaman keçdikcə qəbilələr formalaşdı. Bir neçə qohum qəbilə birləşərək tayfa yaradırdı. Həm qəbilənin, həm də tayfanın bir başçısı olurdu. Başçı təcrübəli, müdrik, cəsarətli və güclü şəxslər arasından seçilirdi. Ona qəbilə və ya tayfanın ağsaqqalları kömək edirdi. Başçı və ağsaqqallar ümumi yığıncaqda seçilir, icma üzvləri isə onların qərarlarına tabe olurdular. Dövlətin yaradılması. Maldarlıq və əkinçiliyin inkişafı, əmək alətlərinin təkmilləşməsi dövlətləşmə prosesini sürətləndirirdi. Yəni, əmək alətlərinin, məsələn, xışın istifadəsi və suvarma sistemlərinin arxlar, kanallar yaranması məhsuldarlığı artırırdı. Artıq məhsul qəbilə və tayfa başçılarının, ağsaqqalların əlində cəmlənməyə başladı. Tədricən varlı və yoxsul təbəqələr yarandı. Mal-qaranın artması yeni otlaq axtarışına səbəb oldu. Bu da böyük köçlərə və otlaqlar, su mənbələri uğrunda müharibələrə gətirib çıxardı. Qalib gələnlər məğlubların var dövlətini, torpağını və su mənbələrini ələ keçirir, onları ya qul edir, ya da öldürürdülər. Əgər əvvəllər insanlar vəhşi heyvanlardan qorunurdularsa, indi isə digər insanlardan qorunmaq məcburiyyətində qalmışdılar. Buna görə də xüsusi bir təşkilat olan dövlətə ehtiyac yarandı. Dövlətin vəzifələri və ordunun rolu. Müharibələrin başlanması daimi orduya ehtiyac yaratdı. Ordunu saxlamaq üçün əlavə vəsait tələb olunurdu ki, bu da vergi anlayışının formalaşmasına səbəb oldu. Əhali gəlirlərinin bir hissəsini orduya verməli idi. Çünki ordu olmadan ərazi və əhali müdafiəsiz qalardı. Dövlətin əsas vəzifələrindən biri də məhz bu müdafiəni təmin etmək idi. Dövlətin əsas elementləri: ərazi və sərhədlər, paytaxt, hökmdar, qanun, xəzinə, ordu. Dini təsəvvürlər və kahinlər. İnsanlar fitrətən yaradana etiqadlı olduqları üçün ən qədim zamanlardan dinlərin sorağına getmişlər.
İlahi missiyası olan peyğəmbərlərin bütün ümmətlərə göndərilməsinə baxmayaraq, bəziləri haqq dindən sapmış və toplumları da saptırmışlar. Onlar sərvət əldə etmək, vəzifəyə çatmaq üçün peyğəmbərlərin gətirdikləri dəyərlər sistemini təhrif etmişlər. Batil inanc və dinlərin ortaya çıxmasının səbəbi də bu olmuşdur. Bunun paralelində insan övladı dünyaya gələndən bəri həmişə yer üzündə müvəhhid, yəni tək Allahlı insanlar da mövcud olmuş və onlar bütün insanları haqq dinə tərəf dəvət etmişlər. Suallar. İmam Əli əleyhissalam tarixi öyrənmək barədə nə demişdir? Allah ilk dəfə qələmlə yazmağı və paltar tikməyi hansı peyğəmbərə öyrətmişdir? İnsan cəmiyyətində ilk təşkilatlar necə yaranmışdır? Dövlətlərin formalaşmasındakı əsas amilləri sayın. Yer üzündə batil və sapqın dinlərin ortaya çıxması nə ilə əlaqədardır?